Bunu eləyək 16-nı. Sonra ona qayıdarıq. Burada nə edəcəyik? Burada artıq n sayda ədəd daxil edəcəyik. N sayda ədəd. Mənim bu daxil etdiyim ədəd neçə dənə ədəd daxil edəcəyimi bildirirsə, bir dənə burada başqa bir ədəd daxil edirəm. Buna deyirəm A ədədi. Və həmin o mənim maksimum ədədim o olsun. Aydındır? Məsələn, mən 76, 48, 53, 96 ədəd çıxardacamsa, birinci daxil etdiyim 76-nı ən böyük götürürəm. Odur. Ən böyük ədədim odur. İndi sonradan mən burada bir dənə ədəd daxil etməliyəm axı. Yəni n dənə ədəd daxil edəcəyik. Bax A. İndi əgər A-nın birini burada daxil eləmişəmsə, tutaq ki 5 dənə daxil edəcəmsə, bu dövrün içərisində daha 4-ün daxil etməliyəm ki, yekun 5 dənə olsun. O zaman n böyük 0 yox, n böyük 1 yazaraq nə edirik? 4-ün burada daxil edeyim ki, 1-i də burada daxil edə bilək. Və burada da təbii ki n bərabərdir. N çıxar 1 qaydası ilə yazsaq. 1-1 azalacaq və mən hər dəfə bir dənə ədəd daxil edəcəm. Həmin bu A ədədi, daxil etdiyim A ədədi maksdan böyükdürsə, maksın qiyməti dəyişsin, olsun mənim daxil etdiyim A ədədinə. Vəssalam. A-nı yazmamışıq. A-nı da gəldik, burada yazdıq. Baxın uşaqlar, 5 dənə ədəd daxil edirəm. 32, 45, 8, mənfi 96 və 3. Gördünüz, ən böyük ədəd 45-i çıxartdı. Aydındır? Yəni, bu şəkildə müqayisə getmiş oldu. Bunu işləmişdik, bunu da keçən dəfə. N sayda ədəddən maksimumu və ya da ki, n sayda ədəddən minimum tapılması idi. İndi minimum desəydim, təbii ki, bunları minimum deyib, A kiçikdirsə minimumdan, o zaman minimum qiyməti dəyişəcək, elə yaza bilərsiniz. Siz burada neçə idi bu, bilmirəm. 16 idi bu. Bəli. Baxın uşaqlar, əgər minimumu desə, o da olsun da. İndi dəyişənin sadəcə adını yazıram ki, maksda qala bilərdi əslində. Burada sadəcə bir dənə işarəni dəyişəcəm ki, daxil etdiyim ədəd həmin o minimumdan kiçikdirsə, o zaman minimum dəyişsin nə olsun? A olsun da, yəni. Və ekranında da minimumu çıxarsın. Bax, bunun məntiqini başa düşün. Qalan şeylər düzələcək, yəni. Təbii ki, burada da o zaman mini yazırıq. Məsələn, mənfi yox, bir dəqiqə. N sayda ədəddir. Ədədlərin sayını daxil edim. Sonra 65, mənfi 63, 7, mənfi 6 və 12. Mənfi 63 bu ədədlər içərisində ən minimumudur. Gördünüz, bundan da tapabilirsiniz.